Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Laçındayıq. Elhamdülillah. Qarabağ, Azərbaycan torpağında Həkəri çayının qırağında ve mən də Cənab Prezident eləyən kimi çırmalandım, çayın içine girdim, suyun dadına baxdım, maşallah. Düzdür, sudan hardasa balığı gəlir, amma suyu durudur, içməlidir. Çok güzeldir. Allahümme lekel hamdu ve şükru. Ve sonra da ona teşekkür ederek müzəffər ordumuza, müzəffər xalqımıza, bu Laçının çayı, bunun dağları, bunun təbiəti belə gözəldir. Gör indi cənnət necə gözəldir. Məsəlül cənnətülleti vu'idəl muttaqun. Müttəqilərə vəd edilən cənnətlərə gələndə isə fiyhə enharun min ma'in gayri asin. Orada hiçbir zaman, daha doğrusu orada zamanı geçmeyen, hiç vaxt çürümeyen, harap olmayan sulardan olan çaylar var. Cennetteki çayın suyunu, belə desək də, badənin içine yığsan, harap olmur yani. Bizə misal üçün hər hansı bir su yığ, istir bulaq suyunu yığ, istir quyu suyunu yığ, istir də çay suyunu yığ, hər hansı bir badənin içine yığ. Şüşə badə olsun, Allah xüsus plastik. Onun ömrü ne kadar olabilir? Bir içildiğinden sonra o su hiç de yaramır, öyle değil mi? Mamurlayacak, yaşılacak, tullayacak sen. İstisna bir tane su var yeryüzünde. O da tecrübeden geçip zemzem suyudur ki harap olmur. Zemzem suyunu biz Zirzəmbirdə unutmuştuk. 15 yıldan sonra tapmıştık. Demek ki bir tanesi kalıp həcdən. 15 yıldan sonra biz zemzem suyunu evin zirzəmisine taptık. Benim harap olmamıştı. Bakma ki plastik, kauçuk qabda qalmışdı, kanisede. Ve dediler ki biz risk edebilmerik. Dedim süz. Süzdüler stəkana, 15 yıldan sonra tapmışım onu. İçtim, necə var, hele de var. Həmin keyfiyyətdə. Ne mamurlamıştı, ne yaşlılaşmıştı, ne keyfiyyət etmişti. Bu bir daha gösterir ki zemzem suyu bu dünyadan olan bir şey değil yani. Allah Teala'nın açık nişanesi, açık ayetidir. Necə Allah Azze ve Celle ne deyir? Fihi ayatun beyinat. Kabe'nin etrafında ve içinde, sahasında Allah'ın açık nişaneleri, ayetleri var. Yani Zemzem ve makamu İbrahim ve ruknul Yemen ve hacil esvat. Fihi ayatun beyinat. Qayıdaq mətləbə daha doğrusu. Cennette çaylar var. Meselul cennetülleti vu'idel muttaqun. Müminlere vəd olan cennetlere gelende ise orada çaylar var. Fiha enhar min ma'in gayri asin. Orada çay var ki onun suyu hiçbir zaman harap olmayan, çürümeyen, vakti geçmeyen sudandır. Allahu Ekber. Fiha enhar min gayri asin. Ve enhar min lebenin lem yetegayyer ta'muh. Yende çürümeyen, vakti geçmeyen sütten olan çay var orada. Çay da süttendi. Su istemirsen, süt sevensen. Zaten fitreti sağlam olan insanların hamısı süt sevir. Müxtəlif insanlardaki nəsə onlarda bir fizyoloji, biyoloji nəsə harmonik nəsə uygun gelmir ki sütü sevmir, qəbul edebilir. Bu istisna hallarda وَالْنُدْرَةُ لَا حُكْمَ ve nadirdən hökm götürülməz. Dünyada esas insanlar süt sevir. Dondurmadan indiyə kimi imtina edən görməmişəm. Qaymağından, süt məhsullarının içərisində elə var ki ondan imtina edən yoktur. Sütün özünü içməyə bilir, misal üçün. Deyir ki orada ikinci çay hansıdır? Min lebenin lem yetegayyer ta'mu. Tamı, lezzeti, dadı hiç ve harap olmayan, değişilmeyen çaylar akır sütten. Birinci çay neydi? Min ma'in gayri asin. Bu da insanların tabii ihtiyacıdır. Çünkü suyu hiçbir içki əvəz eləmir. Orada saf, hiçbir zaman çürümeyen, vakti geçmeyen sudan olan çay var. Bu birinci. İkinci mesele min lebenin lem yetegayyer ta'muhu ve enharun min hamrin lezzetin lişaribin. Adam içki aludesiydi. Allah hidayet verir. Allah irade verir. Allah metanet verir. Kişi kimi içkini terk edir. Dözür mükafatı cennette ona içki çaylar var. İçki seven olup əməli başta içkidir. Yani mən demirəm viskidir, demirəm çaxırdır, ondan da gözəldir. Sadece olarak ürəyi bulandırmır, qusma boğma vermir, çok üzr istəyirəm, başı gicələndirmir, təzyiqi oynatmır, şəkeri oynatmır, içkidir, sərxoş etmir, həzz alır.
Yani insan var ki onu sevirdi dünyada. Tövbe eləmişti, səbr eləmişti. Mükafatı ve enharun min hamri lezzetil lişaribin. Ve çaylar var ki içkidendir. Şarap içkilerinden, bəli. Burada səbrettiğin mükafatına göre karşılığı var yani. Ona göre səbretmeye değer. İnsan da var ki bal yoktu. Balın fanatıdır da, bal sevir. Birisiz balların növləri var. Birisiz ağ renkte bal var, sarı renkte bal var, kırmızı renkte bal var, qar renkte bal var, şahray renkte bal var, kofe renkte bal var. Hatta dünyanın en pahalı balı deyilene göre Fransa meşesinde olan yaşıl renkte baldır. Qızıl qiymətindən bahadır. İnsan var balın fanatıdır, bal sevendir. Bal sevenler için de baldar olan çaylar var. Deməli, fiyhə enharun min ma'in gayri asin. Birinci hansıdır? Mütləq bu olmalıdır. Çünkü bütün bunları bu söndürür. Çürümeyen, harap olmayan, saf, dür kimi temiz olan, sudan olan çay. Hiç vaxt harap olmayan, çürümeyen, harap olmayan, sütten olan çay. Hardan bilsən, bəlkə sahilində də ki, süt məhsullarına olan meyveler çıxır. Dondurmalar çıxır, cənnətində desən ola bilər. Orada ne istəyirsən, verilecek səndə. Üçüncüsü nedir? Üçüncüsü şarabdan olan çaydır, içenler için lezzet verir. Fikir. Anlatmada inkar etmir ki şarabda lezzet var. Ama buradaki şarabın lezzeti bir saniyeliktir. İçen andır. Ondan sonra başlayan başlayır. Allah göstermesin. O bədbəxtlərdə Allah onların kömək olsun. Onlara irade versin tövbe eləməyə ve ıslah eləsin. Onlar hemen o bir saniyelik şarabın lezzetine göre alüderlik xəstəliyinə düşürlər. Sonra çıxa bilmirlər. Yani o da lezzet var. Allah Azze ve Celle şunu təsdiq eləyir. Hamurun lezzetin lişaribin. İçenler için lezzet veren şarablar var. Cennetteki hemen o lezzet bir saniyelik değil. Fasilesiz, davamlı, bez limit. Sərxoş eləmir, qarın da dolmur, içdikcə də neynir? İnşallah Allah'sa madde ətirindən də gözəl bir ətir çıxacaq tərlə. Ora kiçik yola getmək yoxdur tuvaletə. Böyük getmək də yoxdur. Buradan içeceksen buradan da ətir çıxacaq səndən. Şarabdan çıxan ətir. Oradan bal içeceksen balın təri çıxacaq, bal ətir. Rahmənin icad etdiyi ətirlərdə. Allahu Ekber. Buna göre səbir etməyə dəyər. Qoy bunun için yarışanlar yarışsın. Bunun için səbir edenler səbir etsin. Bu cennet mekan lügati mənada bahçeler ve meşeleri ve dağları olan yurdumuzu bize tezden hediye veren Allah'a sonsuz hamdler olsun. Ve bu yolda can koyan müzeffer başkanımıza da, askerimize de, ordumuza da Allah Teala can sağlığı versin. Ve ölen şehitlere rahmet eylesin. Qəbirlərini nurla doldursun. Şahadeti öz indi dərgahında məqbul etsin ya Rabbil alemin. Hâzâ ve sallallahu ve sellim ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in.